Binəqədi rayon mərkəzləşdirilmiş kitabxana sisteminin Mənim Qəhrəmanım adlı layihəsinə qoşularaq sizlərə 2-ci Qarabağ müharibəsinin şəhidi Əhmədov Natiq Namiqoğlu haqqında məlumat vermək istəyərdim. Natiq 9 mart 1997-ci ildə Bakı şəhərində anadan olur. 2003-cü ildə Mübariz Nəcəfov adından 86 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olur. Həmin il 2003-cü ildə ağır itki ilə qarşılaşır. Anası dünyasını dəyişir. 9-cu sinifi bitirdikdən sonra peşə məktəbinə yazılır və təhsilini orada davam etdirir. Natiq məktəbi bitirdikdən sonra əskərliyə yola düşür. Hərbi xidmətdə də fərqlənən əskərlərdən olur. Zabit və əskər heyətinin hörmətini qazanır. İyul döyüşləri zamanı hər bir vətənpərvər vətən oğlu kimi Natiq də dinclik tapa bilməyib və döyüşlərə könüllü yazılır. Vətən müharibəsində könüllü olaraq yola düşür. Şəhidimizin anası dünyasını dəyişən gün Füzuli rayon Ağoğlan kəndi azadlığı uğrunda gedən döyüşlər zamanı düşmənin təhribatı nəticəsində şəhid olur. Dastan yazan şəhidlər, tarix yazan qəhrəmanlar, dünya durduqca qəlbimizdə yaşayacaqlar. Şəhidlər ölməz.